Tamam. Mənim növbəti səfərlərimdən biri də buradır. Gördüyünüz kəndə. Bu kəndin adı Danayerdir. Çox maraqlı olsa da, maraqlı adı var Azərbaycanın digər kəndləri kimi. Bu kənd Göygöl rayonuna tabedir. Haradasa Qoşqar çaydan 4 kilometr aralıqda yerləşir. Bu kənd ətrafda bütün sağı, solu, demək olar hər tərəfi dağlarla əhatə olunmuşdur. Sırf dağlardan ibarətdir. Bu kənd özü də 2 hissədən ibarətdir. Bu gördüyünüz əsas hissə, əsas kənddir. Buradan yuxarıda Təzə kənd deyilən bir kənd də var. O da sonradan salınmışdı. Sonra gördüyünüz dağlar, bu gördüyünüz dağ deyə daha çox təpə desək, şiş təpə deyirlər. Digər ondan sonra da o gördüyünüz o qoşa armud. Orada deyilənə görə bir cüt qoşa armud ağacı var. Daha sonra o gördüyünüz yer zoğallı deyirlər. Həmin yerdə zoğallar çox olduğuna görə zoğallı adlandırılır. Daha sonra o gördüyünüz pir. Vaxtilə orada tir olubdu, tir olub. Daha sonra isə əhali pir deyə adını dəyişdirmişdi. O gördüyünüz yerdə qızıl tapılmışdı. Hal-hazırda orada mədənlər fəaliyyət göstərir. Digər gördüyünüz dağ isə Qaflandır. Sonra qədim dağlardan biri, da orada gördüyünüz dağ Qocaqarıdır. Qayalarla örtülmüşdür. Onun da özünə görə məxsus əhvalatı, tarixi vardı. Hal-hazırda mən kəndin üstündəyəm. Bilmirəm, haradasa 100 metr olar hündürlük. Bu gördüyünüz mənzərəni buradan çəkirəm. İstirahət üçün çox xoş bir yerdir. Artıq 2 gündür burada istirahət edirəm. Xatırlatmaq istəyirəm ki, bu yerdə, bu ərazi çox hündür yerləşdiyinə görə burada meyvələr gec yetişir. Mən demək olar Bakıdan təzə gəlmişəm. Bakıda tut yoxdur, soğulubdur. Daha da çox yeməmişəm. Amma bura mən gəldim, burada mən tutu ağacdan təzə-təzə yedim. Hələ də ağacın başında tut var. Buranın iqlimi özünə məxsusdur. Digər ərazidə olan kəndlərdən fərqlənir. Bu ərazidə çoxlu, gördüyünüz ərazidə çoxlu zağalar vardı. Biri, mən harasa buradan çəkirəm, dəqiq bilməm görsənər yoxsa yox. Gördüyünüz o yer zağadır. Daha sonra bir şey xatırlamaq istəyirəm. Orada görsənən tək ağac var. Onu palıd ağacıdır. Tək palıq deyirlər. Vaxtı ilə kəndlilər inancına görə ora nəzir yer, kimin nəziri olubsa aparıb ora qoyub. Burada çobanlar gəlib onu götürüblər. Bildiyim bu qədərdir bu kənd haqqında. Harasa bu kənddə 50-60 ev ancaq olar. Bu qədər.